Bu tipli limit tapşırıqlarını həll etmək üçün ilk növbədə 2 üstündə x ifadəsini a ilə əvəz etmək lazımdır. Əvəz edib misalı yenidən yazaq. Limit x yaxınlaşır 2-yə, a kvadratı çıxılsın 10a üstəgəl 24 bölünsün a kvadratı çıx 7a üstəgəl 12. Daha sonra surət və məxrəzdəki ifadələri vuruqlara ayıraq. Limit x yaxınlaşır 2-yə, a çıxılsın 6, a çıxılsın 4, məxrəcdə isə a çıxılsın 4, a çıxılsın 3 qalır. Bunları ixtisar edək. Limit x yaxınlaşır 2-yə, a çıx 6, a çıx 3-ün yerinə bu ifadəni yazaq. 2 üstündə x çıxılsın 6 bölünsün 2 üstündə x çıxılsın 3 bərabərdir. X-in yerinə 2 yazaq. 2 üstündə 2 4 çıx 6 bölünsün 4 çıxılsın 3. 4 çıx 6 mənfi 2 bölünsün 1. Doğru cavab olur mənfi 2.